Bəziləri deyir ki, sələflər əhl-i sünnədən deyil. Kim deyir onu? Yəni ki, Bəzilərin fikir vermə. Çox şey deyirlər. bəli. Sən hər adama fikir vermə. Allah Subhanahu taala buyurur ki, yer üzündə çoxsuna qulaq asın, səni azdırarlar. Hələ sələflər hələ əhl-i sünnədir. Sələflər əhl-i sünnədir. Sələflər kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabilərin yolunda gedənlər. Bəli. Xurafatı qəbul eləməyənlər, bidətləri qəbul eləməyənlər. Sələflər budur. Ən təmiz yolla sələflər gedir. Bulağın gözündən içirik, götürürük. Yoxsa bulaq gedir, daşır, sonra gedir, palçığa qarışır, biri neftə, biri nə bilim mazuta, biri hara gedir, qarışır. Oradan götürmürük, yox. Sırf dindən götürürük. Hələ belə olan adam əhl-i sünnə olmaz. Bəli. Hələ əsl əhl-i sünnə sələflərdir. Hər adamı qulaq asma.